Naxçıvan Dövlət Universitetində ümumilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə festivalı keçirilib. Festival öncəsi Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev münsiflər heyətini qəbul edib. Rektor festival çərçivəsində universitetdə olan qonaqları səmimi salamlayaraq onların iştirakını yüksək qiymətləndirib. Görüşdə Bakı Xoreografiya Akademiyasının prorektoru, xalq artisti Təranə Muradova, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Baba Vəziroğlu, xalq artisti Gülyanaq Məmmədova, Qarabağ Universitetinin İncəsənət Fakültəsinin İfaçılıq və Musiqi Müəllimliyi kafedrasının müdiri Arslan Növrəsli və digər nümayəndələr iştirak ediblər. Elbrus İsayev qeyd edib ki, bədii yaradıcılıq müsabiqə festivalı artıq universitetdə ənənəvi tədbirlərdən birinə çevrilib. Rektor belə layihələrin tələbələrin yaradıcılıq potensialının üzə çıxarılmasında və milli mədəni dəyərlərin təbliğində mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, ali təhsil müəssisəsində keçirilən bütün mədəni kütləvi tədbirlərdə milli dəyərlər əsas prioritet kimi götürülür. Görüşdən sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, Naxçıvan Dövlət Universiteti və Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən bədii yaradıcılıq müsabiqə festivalının açılış mərasimi baş tutub. Öncə Universitetin İncəsənət Fakültəsində tələbələrin rəsm əsərlərindən və dekorativ tətbiqi sənət nümunələrindən ibarət sərgiyə baxış olub. Qonaqlara duzdan hazırlanmış müxtəlif zinət əşyaları hədiyyə edilib. Tədbirin girişində Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ali təhsil müəssisələrinin tələbləri arasında keçirilən ümumilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə festivalını açıq elan edərək qonaqları salamlayıb. Universitetimiz yenidən ölkəmizin tanınmış ziyalılarının, mədəniyyət, incəsənət ustalarının iştirakı ilə böyük bir tədbirə ev sahibliyi edir. Ulu öndərimizin xatirəsinə həsr olunmuş tədbirlər silsiləsində yadda qalan belə bir əhəmiyyətli tədbirin müsabiqənin keçirilməsi mən hesab edirəm ki, bizim eyni zamanda həm dövlətçiliyimizin, həm bütövlükdə dövlətçiliyimizin xilası və bütövlükdə Azərbaycanın inkişafı və Azərbaycanın qurtuluşu xilasının böyük təminatçısı olan Ulu öndərimizin xatirəsinə ən böyük ehtiramdır. Ona görə ki, Ulu öndərimizin vəsiyyəti də, Ulu öndərimizin görmək istədiyi də Azərbaycan gənclərinin istedadlı, Azərbaycan gənclərinin bacarıqlı bir gənc kimi formalaşması olub. Azərbaycan təhsilinin inkişafı, mədəniyyətinin inkişafı həmişə Ulu öndərimizin siyasətində prioritet məsələlərdən olub. O cümlədən bu universitetin qurucusu da Ulu öndərimiz olub və Ulu öndərimiz 4 dəfə bu universitetdə olub. Rektor çıxışında artıq ənənə halını alan və bu il 5-ci dəfə təşkil olunan müsabiqə festivalın milli mədəniyyətimizin inkişafına verdiyi töhfələrdən bəhs edib. Qeyd olunub ki, bu cür tədbirlər tələbələrin yaradıcılıq potensialının üzə çıxarılmasında, onların istedadlarının aşkarlanması, qiymətləndirilməsi və geniş ictimaiyyətə tanıdılmasında mühüm rol oynayır. Elbrus İsayev müsabiqə festivalının ölkə miqyasına keçirilən mütərəqqi layihələrdən biri olmaqla yanaşı, gənclərin milli vətənpərvərliyi ruhunda formalaşmasına, onların mədəniyyətimizə, incəsənətimizə və milli adət-ənənələrimizə bağlılığının gücləndirilməsinə xidmət etdiyini vurğulayıb. Tədbir Naxçıvan Dövlət Universitetinin xor kollektivinin və Naxçıvan Dövlət Universiteti nəzdində Musiqi Kollecinin Aşıqlar qrupunun təqdimatında rəngarəng çıxışlar ilə davam edib. Ay balam, 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 ay canım. Sonra müsabiqəyə start verilib. Müsabiqə çərçivəsində milli və dünya xalqlarının çalğı alətlərinin ifası, bədii qiraət, vokal, saz və rəqs kateqoriyaları üzrə iştirakçıların çıxışları izlənilib. Tələblərdən ibarət solo ifaçılar, həvəskar rəqqas və musiqiçilər öz bacarıqlarını nümayiş etdiriblər. Səhnəyə çıxan hər bir iştirakçı öz ifası ilə fərqlənməyə çalışıb. Təqdim olunan nömrələr münsiflər heyəti tərəfindən peşəkarlıq, səhnə mədəniyyəti və ifa keyfiyyəti baxımından qiymətləndirilib.
Tədbirin ən yadda qalan məqamlarından biri isə xalq artisti Gülyanaq Məmmədova ilə istedadlı tələbənin birgə səsləndirdiyi ifa olub. Bu duet müsabiqəyə xüsusi rəng kataraq iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb. Söyledim sizler dümenlerden sorun ehvalımı. Söyledim sizler dümenlerden sorun ehvalımı. Derdime vakıf olanlar Leyli zanneylediler beni. Kül gülen, kül yanağım Atahasan bağlanmışım öz yurdumuza, öz halkımıza. Harda olsa, Naxçıvanda olsa, harda olsa, axtarır tapar, yad eder eller bizi. Eller bizi. Qeyd edək ki, müsabiqə festival müxtəlif nominasiyalar üzrə təşkil olunub və bütün mərhələlərdən uğurla keçən tələbələr yekun konsertdə iştirak hüququ qazanacaqlar. Naxçıvan Dövlət Universitetinin səhnəsini məhz istedadlar bəzəyir. Özü də gördüyünüz kimi necə gözəl hazırlıq prosesi, necə məsuliyyətlə, böyük musiqimizə, mədəniyyətimizə olan sevgi ilə hazırlaşıblar. Təbii ki, bunlar qeyri-peşəkardırlar. Hamısı başqa-başqa fakültənin tələbələri olmağına rağmen onların daxilindən gələn o istedadı üzə çıxartmaq da elə bizim məqsədimiz də və onların içində bu gün də çox gözəl istedadlar kəşf elədik və konsertin açılışında isə Elbrus müəllimin öz iştirakı bizimlə bahəm bir gözəl, kiçik bir konsert proqramı bizə təqdim etməkləri, o da bizə olan sevgidən, hörmətdən, diqqətdən irəli gəlir. Mən onu da yüksək dəyərləndirirəm. Həm işimizi sevərək, həm Naxçıvanı, həm də sizin bu universiteti, Elbrus müəllimə olan hörmətimiz, bu hamısı bir-birini tamamlayır. Ona görə də bugün şadıq, xoşbəxtik sizin universitetdə, Naxçıvan Dövlət Universitetində və Naxçıvanda olduğumuz üçün çox şadıq, çox məmnunuq və bu gün də qəşəng seçimlər. Önəmli olan odur ki, mənim sahəm xalq mahnıları, muğamdır. Mən gözəl bir ifalar buradan seçdim. Bir çox iştirakçılarımız var. Rəqslər gözəl, aşıq musiqiləri gözəl, bədii qiraətlər gözəl. Hamısı bir-birindən gözəldir. Mən sizə uğurlar arzulayıram. Böyük zəhmət var burada. Elmlə, təhsillə davamlı olaraq, bərabər olaraq mədəniyyətimizə olan sevgi bugün Naxçıvan Dövlət Universitetində öz əksini tapır. Hər il Respublikanın bütün ali məktəblərində bax bu müsabiqə festivalı keçiririk. Təbii ki, hər bir müsabiqə festivalda olduğu kimi mötəbər bir münsiflər heyəti tələbələrimizin yaradıcılığına, istedadına qiymət verir və artıq neçə illərdir ki, biz Naxçıvana da qonaq gəlirik. Naxçıvan Dövlət Universitetinin ən istedadlı tələbələrini seçirik və Heydər Əliyevin doğum günündən ərəfəsində Heydər Əliyev adına sarayda qaliblərin konsertinə dəvət edirik. Baxmayaraq ki, ayrı-ayrı profillər üzrə tələbələr burada çalışır, ifa edirlər, yəni özlərini ifadə edirlər. Amma bilirsiniz ki, Eurovision'un qaliblərini məhz biz bu müsabiqədən tapıb çıxartmışıq. İndi bugün Azərbaycan səhnəsində, mədəniyyətində xidmət göstərən neçə istedadlı, xalqın tanıdığı, sevdiyi artıq sənətkarlar məhz bu müsabiqənin qalibləri olublar. Hər dəfə biz bu yaradıcılıq kollektivlərində, xüsusən Naxçıvan Dövlət Universitetinin yaradıcı kollektivində irəliləyiş görürük, tərəqqi görürük. Bizə elə gəlir ki, keçən il gördüyümüz uşaqları bu dəfə yenidən onlarla görüşəcəyik. Amma xeyr,
təzə istedadlar meydana çıxır. Və doğrudan da Naxçıvan Dövlət Universiteti Respublikada analoq olmayan universitet. Yəni əsl universitet adını doğruldan bir təhsil ocağıdır. Çünki bilirsiniz ki, Azərbaycanda bir çox universitetlərin ancaq bir istiqamətdə, profili bir istiqamətdədir. Mən bir daha Naxçıvan Dövlət Universitetinin bütün kollektivinə, başda Elbrus müəllim olmaqla uğurlar diləyirəm. Necə deyirlər, məşhur bir filmdə olduğu kimi ki, sükanı belə saxlayın. Çünki Ulu Öndər demişkən, təhsil millətin gələcəyidir. Ulu Öndər çox şey deyə bilər, deyərdi, neft ölkənin gələcəyidir, nə bilim, mədəniyyət ölkənin gələcəyidir. Amma dedi, təhsil millətin gələcəyidir. Çünki təhsil olmasa heç bir şey yoxdur. Nə iqtisadiyyatı var, nə siyasəti var, nə mədəniyyət, heç nə ola bilməz. Ona görə təhsildən möhkəm yapışmalıyıq. Təhsil bizim həyatımızın, cəmiyyətimizin, siyasətimizin prioriteti olmalıdır və nə yaxşı ki, Naxçıvan Dövlət Universitetində məhz bu yolu seçiblər. Uğurlar, təbriklər. Mən həmişə əlvida demirəm, bir yerdən gedəndə hələlik deyirəm, yeni görüşlərə dək deyirəm. Sağ olun. Naxçıvan Dövlət Universitetinə gəlmək bizim üçün bir bayramdır. Ümumiyyətlə, bu mən deyərdim bir ənənəyə çevrilib şəxsən mənim üçün. Bu möhtəşəm festival. Hər il yəni biz gözləyirik ki, bu festival zamanına vaxt gələcək və biz bu bizim tələbələrə yəni vaxt ayırıb bunlara qulaq asacağıq. Bugünkü gündə biz hal-hazırda festivaldan sonra böyük bir, yenə deyirəm də, bayram ab-havası yaşayırıq. Hər dəfə tələbələrdə daha böyük həvəs, daha böyük inkişaf hiss edirik. Və bu bizi sevindirir təbii. Bugün məsələn başqa instrumentləri gördüm, başqa ixtisaslarda məsələn oxuyan uşaqlar. Bugün görürəm ki, məsələn, artıq tar, kamançadır. Məsələn, saz keçən il az idi, bu dəfə sazlarımız da maşallah çoxdur. Qoşulanlar da var, yəni yeni tələbələr və bu da çox gözəldir. Və mən düşünürəm ki, bu il daha fərqli olacaq və mən gəldim hər ildə olduğu kimi Naxçıvan Dövlət Universitetində oxuyan tələbələr yəni birinci, ikinci yerləri yəni qazanırlar və bu il daha mənə gəlir ki, çox tələbələr inşallah bu uğura nail olacaqlar. Bədii yaradıcılıq müsabiqə festivalı çərçivəsində münsiflər heyəti tələbələr üçün ustad dərsi keçiblər. Azərbaycan Respublikasının xalq artisti Gülyanaq Məmmədova və əməkdar artist Rəşad Haşimov İncəsənət Fakültəsində tələbələrlə görüşüblər. Görüşdə sənətkarlar tərəfindən tələbələrin ifaları dinlənilib, qavaldan istifadə, səhnə həyəcanının idarə olunması, düzgün tələffüz qaydaları haqqında məlumat verilib. Sənin bunu dənə-dənə elə çatdırmalısan ki, Füzulinin ən çətin muğamda ifa olunan qəzəllərindən biridir. Ona görə də biz Tələffüz. O tələffüz gərək düzgün klassik formada olsun. Sən özün artıq sənətkar olanda hansı üslub seçmirsən özünə, ya da ki, hansısa bir tərs seçmirsən, o başqadır. Amma klassik formada tələffüz gərək olsun ki. Çox gözəl müsabiqə idi, çox istedadlı gənclərimiz var. Ümumiyyətlə, fəaliyyətimiz çox aktivdir. Müxtəlif janrlarda ifalar eşitdik. Həm aşıq musiqisi, həm milli musiqi, həm estrada musiqisi, həm rəqslər oldu. Hamısı çox gözəl və peşəkar səviyyəsindədir. Təbrik edirəm sizi. Universitetin elmi kitabxanasında əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə görüş baş tutub. Diskussiya formatında davam edən görüşdə Baba Vəziroğlu müəllim və tələbələrin suallarını cavablandırıb, öz şeirlərini səsləndirib.
Azərbaycan Respublikasının xalq artisti, Bakı Xoreografiya Akademiyasının Xarici Əlaqələr üzrə prorektoru Təraynə Muradova ilə ustad dərsi təşkil olunub. Ustad dərsi çərçivəsində sənətkar tərəfindən Naxçıvan Dövlət Universitetinin və onun nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin tələbələrinin musiqi və rəqs bacarıqları dəyərləndirilib. Təraynə Muradova müxtəlif rəqs elementləri və kompozisiyaları tələbələr üçün əyani şəkildə nümayiş etdirib. Bu il mən gördüm ki, nahada tələbələr sevgi ilə, məhəbbətlə bu festivalə yanaşırlar. Mən çox xoşbəxtəm sənətkar kimi ki, bir gün mən istedadlı balalarımızı gördüm və bu gözəl ocağa, gözəl universitetdə Elbruz müəllim hər zaman çalışır ki, təhsil böyüsün, gələcəyimiz böyük bir yerlərə layiq olsunlar. Həkim olsun, müəllim olsun, oxuyan olsun, tarixçi olsun. Əsas Elbruz müəllim fikirləşir onların gələcəyini. Və bu universitetdə o qədər zəngin və istedadlı tələbələr var. Mən hər zaman deyirəm, sağ olsun müəllimlər, yaşasın Azərbaycan xalqı. Hər zaman birlik olsun və mən ümid eləyirəm ki, birlik olsa biz hər şey eləyə bilərik. Qarabağ Universitetinin İncəsənət Fakültəsinin İfaçılıq və Musiqi Müəllimliyi kafedrasının müdiri, tanınmış Tarzan Arslan növrəsi ilə Naxçıvan Dövlət Universitetinin İncəsənət Fakültəsində görüş keçirilib. Müxtəlif musiqi janrlarını, klassik caz və xalq mahnılarını öz yaradıcılığında birləşdirən sənətkar xüsusilə tara alətinin çox şaxəli imkanları, caz sənətinin incəlikləri barədə ətraflı məlumat verib. O, müasir yanaşmaları, improvizasiya üsulu ilə ifa və digər aktual mövzulara toxunub. Görüş çərçivəsində Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin müəllim və tələbələrinin sualları cavablandırılıb.